الحمد لله الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله وكفى بالله شهيدا، وأشهد أن لا إله إلا الله وحده لا شريك له شهادة نرجو بها النجاة يوم الوعيد، وأشهد أن سيدنا ونبينا محمدًا عبده ورسوله وصفيه من خلقه وخليله، بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وجاهد في الله حق جهاده حتى أتاه اليقين. اللهم صل وسلم وبارك عليه وعلى آله الطيبين الطاهرين وصحابته الغر الميامين ومن تبعهم بإحسان إلى يوم الدين. أما بعد، فأوصيكم بتقوى الله، فإن تقوى الله خير زاد ليوم المعاد. Əziz değerli kardeşler, əziz Müslümanlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Çünki təqva qayıdış günü üçün ən xeyirli azıqədir. Sonra hörmətli Müslümanlar, tövsiyə edirəm, sevin Peyğəmbərinizi. O sadiqdir, doğru danışandır və doğrulanandır, təsdiqlənəndir. Adəm övladının ağasıdır, ilk şəfayət edən olacaq və ilk şəfayəti qəbul olunan olacaq. Uca məqam sahibi, məqamul Mahmudun sahibi, insanların yanına gələcək hovzun sahibi. Çünki qiyamət günü hər kəs qaçacaq, ən yaxın insanlardan belə. Qaçacaq kişi qardaşından, atasından, anasından, həyat yoldaşından, övladlarından. Hər kəsi məşğul edəcək, ona yetəcək bir işi olacaq. Lakin o gün hamı bir nəfəri axtaracaq. Axtaracaq ki, şəfayətçi olsun. Onlar üçün Rəblərinin yanında gələcəklər Peyğəmbərlərə, bir-bir gəzəcəklər onları. Dolaşıb nəhayət Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gələcəklər və deyəcək ki, ənə ləhə, mənəm bu iş üçün. Sonra səcdə edəcək ərşin kölgəsində və ona icazə verəcək Allah Taala şəfayətçi olmaq üçün. Buna görə də sevilməlidir. Sevməliyik onu, yaşamalıyıq onun həyat yolunu, tutunmalıyıq onun sünnətindən, tutunmalıyıq əshabının yolundan. Hansılar ki, yaşayıb onu ilə təsdiqləyiblər onu, kömək ediblər ona, bu yolda canlarından, mallarından keçiblər, fəda ediblər. Deyir ki, Abdullah ibn Məsud, Allah Taala baxdı bəndələrin qəlbinə və Muhammedin qəlbini, bəndələrin qəlbinin içində ən xeyirli qəlb gördü. Onu öz nəfsi üçün seçdi, risaləsi üçün göndərdi. Sonra yenə baxdı Muhammeddən sonra bəndələrin qəlbinə və əshabının qəlbini ən xeyirli qəlb gördü. Onları Peyğəmbəri üçün vəzirlər etdi, dini üçün mübarizə apardılar. Onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələri idi. Ümmətin, əksinə tarixin tanıdığı ən xeyirli nəsil idi. Ən xeyirli əsrin sakinləri idi. Müttəqilərin içindən seçilmişlər idi. Möminlər üçün nümunə, Müslümanlar üçün örnəkdilər. Elçilərdən, Peyğəmbərlərdən sonra Allahın ən xeyirli bəndələri idi. Vəsf edib Allah Taala onları öz kitabında kişi adlandırıb, minəl müminə rical, möminlərdən bəziləri kişidir. Sadaqu ma'ahadullah aleyh. Allah'a verdikləri əhdə sadiq oldular. Onlardan bəziləri əhdinə vəfalı oldu, şəhid oldu. Bəzisi isə gözləyir və əhdini dəyişmədi. Onlar ilklər idi, birincilər idi, hansılar ki, bu dini kamil bir şəkildə yaşadılar. Bu din onların simasında təcəssüm etdi və aləmə bu dini heyrətamiz bir şəkildə tətbiq edərək göstərdilər. Zülmət gecənin çıraqları, hidayət yolunun güneşleri,
ümmetin ağaları, bu ümmetin izzetinin, şeref tarihinin ünvanları, remizleri Allah Teala onlarla dini izzetlendirdi. Faziletleri ucadı, mövqeyləri değerlidir, tarihleri ətirlidir. Yarışmaqda, xeyirdə hamıdan öndədirlər. Onlardan bəzisi Peyğəmbərin mağarada yoldaşıydı. Bəzisi şeytan onu görəndə yolunu dəyişərdi. Bəzisi Rəhmanın mələkləri ondan həya edərdi. Bəzisi üçün Rəhmanın ərşi titriyib ölümünə görə. Bəzisi bu ümmətin əmini idi. Bəzisinə Allah Teala salam göndərib, cənnətlə müjdəliyib. Bəzisinin əlləri bu dünyada kəsildiyi üçün Allah Teala cənnətdə ona bu əllərin əvəzinə qanad verib cənnətdə uçuracaq. Bəzisi Allah'ı razı salmaq üçün, dinine kömək etmək üçün nəyi varsa bu yolda sərf edib. Bəzisi Peyğəmbər sallallahu aleyhi və səlləm hələ sağ ikən onu cənnətlə müjdəliyib. Bəzisinə mələklər salam göndərib, şücayətli, igid olanları var. Öz elminə əməl edənləri, elmi ilə, halal və haramı biliyi ilə məşhur olanlar, nazil olmuş vəhyin təfsirini, təvilini bilənlər, fəqih, öndərlər, salih, abid, təqvalı zahidlər, bəziləri nəinki qanını, malını, canını sərf edib, əksinə hicrət edib, vətənini, ailəsini tərk edib, hamısı bu dinə, Allah Taala'nın dininə, elçisinə kömək etmək üçün dediyimiz kimi yer üzündə gəzənlər, hansılar ki sağ ikən şəhidlik vəd edib Allah Teala onlara, bəzisi öldükdən sonra Allah Teala açıq aydın, hicabsız danışıb onlarla, onlar məxluqatın içərisində Allah'ın seçdiyi ən saf və ən pak bəndələrdir. Peyğəmbərlərdən, elçilərdən sonra ən xeyirlilərdir. Hansı fəzilət bu fəzilətdən daha üstündür? Hansı məqam bu məqamdan daha yüksəkdir? Razı idi Allah Teala onlardan. Onlar da Allah Teala'dan baxmayaraq bundan əvvəl ayrı-ayrı parçalanmış qəbilələr idilər, tayfalar idilər. Kör cahiliyyədə, bir döneminde cahiliye döneminde yaşayırdılar. Aralarında təəssüb çeşdiyi, gömçülük, müharibə hökm sürürdü. Güclü, zəifin hakkını yiyirdi. Bəziləri qızlarını diri-diri dəfn edirdi. Qadınlara zulm edilirdi. Nəsəbləri ilə, malları ilə fəxr edirdilər. Elə ki Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi. Vəhiy nazil oldu. Nur işıqlandırdı onların yollarını. Əhvalları dəyişdi. Qəlbləri saflaşdı. Kəlmələri bir oldu. İnsanlar üçün ən rəhimli insanlar oldular. Hökümlərində ədalətli, insanlara verdiyi əhdlərinə ən sadiq olanlar oldu. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə olan sevgileriyle tarix üçün sətirlər yazıblar. Və misallar çoxdur, bəzisinə baxsan kifayət edər. Məsələn, Əbu Bəkr Siddiq radiyallahu anhu mağarada Peyğəmbər sallallahu aleyhi və səlləmin yoldaşıydı, dostuydu. Qorxur Peyğəmbər sallallahu aleyhi və səlləm üçün və deyir ki, ya Resulallah, əgər ayaqlarının altına baxsalar bizi görəcəklər və elə zənn edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə çatacaqlar, ələ keçirəcəklər, onu inanda risalə sahibi həlak olacaq, vəhiy kəsiləcək. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm təsəlli verir ona, deyir ki, nə zənn edirsən, iki nəfər haqda, üçüncüləri Allah Teala'dır. Sonra ayə nazil edib Rəbbimiz onun haqda qiyamətə qədər oxunan, deyir ki, yoldaşına, dostuna kədərlənmə, Allah Teala bizimlədir. Bu necə sevgidir, bu necə məhəbbətdir. İnsan öz nəfsini unudub, özünü unudub. Peyğəmbər sallallahu aleyhi və səlləmin canı onun üçün daha əzizdir. Ona görə bu sevgi deyilən kəlmələr deyil sadəcə, dillərdə dolaşan sözlər deyil. Bu qəlbin səmimiyyətidir. O mövqedə sabitliydi. Çətin anda fədakarlıqdır. Hudeybiyyə günü Urva ibn Məsud gəlir Peyğəmbərin
ve sahabelerin yanına sülh bağlamak için ve hükümdarların yanına giden bir şəxs olur ve görüp hükümdarlar necə əzəmətləşdirilir ve bakır Peygamber sallallahu aleyhi ve sellemin sahabelerine müşahede edir onları. Görür ki Peygamber sallallahu aleyhi ve sellem ne emredirse emrini yerine getirirler. O danıştıqda seslerini necə alçaldırlar ve ona baktıqda necə ehtiramla ona gözlerini dikirlər. Sonra qayıdır öz qövmünə, müşriklerin yanına, deyir ki, vallahi hükümdarların yanında olmuşam. Kisra'nın, Qeysərin, Nəcaşinin sarayında olmuşam. O hükümdarlardan heç birinin hesabı, Muhammed'in hesabı onu əzəmətləşdirdiyi kimi əzəmətləşdirmir. Bu onun şahidliyidir hələ səhabə olmamışdan əvvəl. Öz gözü ilə görüb necə səhabələrin sevgisi Peygamber sallallahu aleyhi ve selleme yansıyır. Necə qəlblərini doldurur. Bu dəlildir ki, onların sevgisi iddia değildi. Dillerde dolaşan, okunan nəğmələr, şeirlər değildi. İtaət idi, tabiçiliği idi, əmrini əzəmətləşdirmək idi. Çətin anda onun yanında dayanmaq idi. Uhud döyüşündə, döyüş şiddətli olanda, oklar Peygamber sallallahu aleyhi ve selleme yönələndə Abu Talha deyir ki, Peygamber sallallahu aleyhi ve selleme cesedim cesedine siperdi ve en mahir okçulardan biriydi. Peygamber sallallahu aleyhi ve sellem onun attığı oklara bakmak istəyir. Lakin qoymur onu. Deyir ki, atam anam sənə fəda olsun. Ok sənə değer. Sinem sinene, boğazın boğazına siperdi. Yani seni koruyor ya Resulullah. Unudur nefsini, öz salamatlığını, fikirləşmir özünü sadece. Peygamber sallallahu aleyhi ve sellemin korunması onun fikriydi. O Bedir döyüşünde Abdurrahman ibn Avf deyir ki, səhvdə dayanmıştım. Sağıma, soluma baktım. Her bir insan kimi yoxlamaq istəyir ki, yanında duranlar kimlerdi? Güclüdür yoksa zayıf? Ve görür ki, ensarlardan olan iki cavan uşaq, hələ dişleri təzə çıxmış, yani cavandı. Biri ona deyir ki, əmi, Əbu Cəhli tanıyırsan. Deyir ki, Abdurrahman, senin ona ne ihtiyacın var? Deyir ki, uşaq, eşitmişəm ki, Peygamber sallallahu aleyhi ve sellemi söyür. Ona əziyyət edir ve ümid edirəm ki, bizden birinin, yani ikimizden birinin əcəli yetişene kadar, bizden biri ölene kadar kölgəm onun kölgəsini terk etmesin. Sonra ikinci uşaq da ondan eyni mənada sual verir. Əbu Cəhlin yerini soruşur. O da onlara işare edir. Ve onlar iki Əbu Cəhli qətl edəndən sonra Peygamber sallallahu aleyhi ve sellemin yanına gelip ona haber verirler. İki uşaq, hansı ki Peygamber sallallahu aleyhi ve sellemin sevgisiyle, məhəbbətiyle qəlbi dolmuş, döyüşün vahiməsini qəlblərindən çıxarmış, döyüşün, savaşın qorxusunu onlardan uzaq etmiş. Necə böyük bir sevgi, necə böyük bir bağlılıq. Ona göre de sevgi dediğimiz kimi deyilen kelimeler değil ki, Peygamber sallallahu aleyhi ve sellemin emrini eşidip sonra onu terk edesen, sevgi Peygamber'e salavat deyip sonra o əməlinlə onun sünnəsinə muhalif olmaq değil. Sevgi məclislərdə onu məd edib, tərifləyib, sonra insanların sözünü onun sözündən üstün tutmaq değil. Həqiqi sevgi səhabələrin dediği kimidir, eşitdiyi, itaət etdiyi. Həqiqi sevgi onun əmrlərini əzəmətləşdirməkdir, sünnəsindən tutulmaqdır, onun sevdiyini sevməkdir ve onun qadağan etdiyi, çəkindirdiyindən çəkinməkdir. Ona göre de Peygamber sallallahu aleyhi ve sellemin sevgisi təkcə bəşərin qəlbində değildi. Əksinə Peygamber sallallahu aleyhi ve sellemi her şey sevirdi. Peygamber sallallahu aleyhi ve sellem xurma kötüğündən olan, xurma ağacından olan bir kötüğün üzerinde xutbə verirdi. Elə ki minber düzeldildi onun için, terk ettiği o kötüğü minberine çıktı ve deyir ki sahabeler, elə ki minbere çıktı, kötüğü feryat etti, inildedi, ağladı. Hatta sahabeler eşitti onun sesini. Peygamber sallallahu aleyhi ve sellem minberinden indi, onu qucaqladı, sakitləşdirdi. Ve bazı rivayetlerde gelir ki, dedi ki, cennette benimle bir yerdesen. Ve deyir ki, Cabir radiyallahu anhu, kötüğün inildeme sebebi bundan evvelki zikirleri eşitmesinin daha eşitmemesiydi.
minbərə qalxdıqda o zikrin ondan kəsilməsi idi. Və əgər ağac parçası, kötüyü Peyğəmbər sallallahu aleyhi və səlləm üçün belə darıxırdısa, inildiyirdisə, mömin qəlblər onun üçün niyə darıxmasın? Onun sünnəsindən niyə tutunmasın? Həyat yolunu niyə yaşamasın? Ona niyə həsrət çəkməsin? Daxil olur Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün bir kişinin bostanına, ənsarlardan olan bir kişinin bostanına və görür ki, orada bir dəvə var. Və dəvə Peyğəmbər sallallahu aleyhi və səlləmi görən kimi gözləri yaşarır və yaxınlaşır Peyğəmbər sallallahu aleyhi və səlləm ona sığallayır, onu sakitləşdirir. Sonra dəvənin sahibinə deyir ki, Allah Teala sizi onların üzərine sahib edəndən sonra bu heyvanlara görə niyə Allah'tan qorxmursuz? Mənə şikayət etdi. Dedi ki, sən onu az qoyursan, çox işlədirsən. Dəvə belə Peyğəmbərin mərhəmətini bildi, tanıdı, yaxınlaşdı ona, öz acısını ona şikayət etdi. Elə isə qəlblər niyə Peyğəmbər sallallahu aleyhi və səlləmi tanımır? Lakin öz dönemində səhabələri, canlı cansız nə varsa tanıyıb o Peyğəmbəri, tanıyıb sadiqliyini, səmimiyyətini, tanıyıb bilib rəhmətini, vəfasını, ədalətini, tanıyıb şücayətini, təvəzzükarlığını, Rəbbinə olan ibadətini və sevib onu sadiq sevgi ilə, lakin bunu ilə yanaşı Peyğəmbər sallallahu aleyhi və səlləm özündən sonra gələnləri unutmayıb, vəfat edəndən sonra ona iman gətirənləri unutmayıb, bir gün qəbristanlığa çıxır və deyir ki, kaş ki qardaşlarımı görərdim. Səhabələr deyirlər ki, ya Rasulallah, məgər biz sənin qardaşların deyilik? Deyir ki, siz mənim əshabımsınız, qardaşlarım isə hələ gəlməyib. Və biz ümid edirik ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmin zikr etdiyi o qardaşları olaq, hansılar ki ona iman ediblər, onu görmədən sünnəsindən tutunublar, dinində sabitdilər. Lakin diqqət edin bir məqama, bilin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həmçinin xəbər verib, bəzi insanları, hansılar ki qovulacaqlar qiyamət günü ondan, hovzundan, baxmayaraq deyəcək ki, ümmətimdir, ona deyiləcək ki, sən bilmirsən, onlar səndən sonra nə etdilər, necə dəyişdilər. Ona görə sevgi etsə, mücərrəd iddia deyil. Kim Peyğəmbəri sevirsə, sabit olmalıdır sünnəsində. Peyğəmbəri sevirsə, qorumalıdır namazları. Sevirsə, Allahın elçisini sadiq olmalıdır kəlamında. Yaxşı olmalıdır valideyninə qarşı, ailəsinə qarşı, ətrafında olan insanlara qarşı, qonşusuna qarşı. Kim Peyğəmbəri sevirsə tərk etməlidir zülmü, yalanı, aldatmağı, haram yeməyi. Kim Peyğəmbəri sevirsə dəyişməməlidir dinini, öz havasını Peyğəmbərin hidayət yolundan üstün tutmamalıdır. Bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir. Qiyamət saatını soruşmaq istəyir. Deyir ki, sallallahu aleyhi və səlləm, nə hazırlamısan o saat üçün? Deyir ki, heç də elə də çox namaz, sədəqə, oruc hazırlamamışam, lakin mən Allah və elçisini sevirəm. Deyir ki, sallallahu aleyhi və səlləm, sən sevdiyin kəslərdəsən. Və Ənəs radiyallahu anh deyir ki, İslamdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözünə sevindiyimiz kimi heç sevinməmişik. Mən də Peyğəmbər sallallahu aleyhi və səlləmi sevirəm, Əbu Bəkri sevirəm, Öməri sevirəm. Onların etdiyi əməli edə bilməsəm də, lakin ümid edirəm ki, onlara olan sevgimlə, onlarla bərabər olacağım. Əgər sən də Peyğəmbər sallallahu aleyhi və səlləmi sevirsənsə, müjdələn. Lakin sevgində səmimi ol. Peyğəmbəri sevirsənsə, yoluna tabi ol. Sevirsənsə, əməl et ki, qiyamət günü onu ilə bərabər olasan və qorxma ki, bu sevgiyə görə qınanasan. Və bəs edir şərəfin üçün ki, Peyğəmbərə olan sevginə görə qınanırsan, narahat olma, sevən sevdiyinə tabi olar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamət günü qoy bizdən onun gözünü sevdirən əməlləri görsün, onu qəzəbləndirən, bizi ondan uzaqlaşdıran əməlləri görməsin. Görməsin ki, sünnətini tərk etmişik, görməsin ki, ondan sonra nə qədər dəyişdirmişik. Sabit olaq və vacib olan da budur. Əgər Allah Taala'nı sevirsinizsə, mənə tabi olun ki, Allah Taala da sizi sevsin, günahlarınızı bağışlasın. Allah bağışlayan və rəhimlidir. Və bilin ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sevgisi o demək deyil ki,
onun haqda həddi aşmalıyıq. Onu ubudiyyət, qulluq məqamından daha yüksəyə yüksəltməliyik. Əksinə sevirik onu, çünki Allahın quludur, elçisidir. İtaət edirik, çünki Allah Teala onun itayətini öz itayətinə bağlayıb, tabi oluruq ona. Çünki sünnəsi nicat yoludur, gəmidir, ona minən xilas olar. Peyğəmbərə salavatı, salamı çox deyin, həyat yolunu oxuyun, əxlaqını öyrədin, övladlarınıza, ailənizə sünnəsindən tutunun, səhabələrini sevin. O səhabələr ki, nəql ediblər bizə bu dini, Quranı, sünnəni, bu dinə kömək olublar. Bu yolda ömürlərini, əməllərini fəda ediblər. Allahım, səni şahid tuturuq ki, biz Peyğəmbərini sevirik, əshabını sevirik. Allahım, bu sevgimizi səmimi et, bizə ona gözəl bir şəkildə tabi olan bəndələr et, bizi onun sünnəsində sabit et. Qiyamət günü onun bayrağı altında bizi həşr et, bizə onun hovzundan elə su içir ki, bir daha susuzluq duymayaq. Allahım, Əbu Bəkirdən, Ömərdən, Osmandan, Əlidən razı ol və digər səhabə və tabeinlərdən, həmçinin möminlərin analarından və bu yolda yaxşılıqla onların yolunu davam edən bütün insanlardan. Allahım, İslamı və müsəlmanları izzətli et. Allahım, müsəlmanların əhvalını düzəlt, qəlblərini birləşdir, zəiflərinə kömək ol, azlarını doyur. Allahım, ölkəmizi digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Əqulu mə təsməun və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafur rahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyayı vəl-mursalin Nəbiyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil-adli wal-ihsani və ita'i zil-qurbə və yenhə anil-fahşai wal-munkari wal-baghi ya'idukum la'allakum tadhakkarun. Fadhkurullaha al-azima yadhkurukum واشكروه على نعمه يزدكم ولذكر الله أكبر والله يعلم ما تصنعون وأقم الصلاة